Teatr tariximizdə əvəzsiz yeri olan, saysız hesabsız obrazlar yaradan əməkdar artist Hicran Nəsirova 1958-ci il martın 11-də Bakı şəhərində dünyaya göz açır. Ailənin böyük qızını valideynləri gələcəkdə həkim görmək istəyir. Kiçik qızın arzuları isə başqaydı. O, opera səhnəsinin müğənnisi kimi özünü təsəvvür edib, atasının qurduğu yerləncəkdə Arşın Malalan operasından mahnılar oxuyardı. 10-cu sinifdə oxuyan zaman onun taleyi dəyişir. Kinostudiyadan gələn nümayəndə heyəti onu aktrisa kimi seçim turlarına dəvət edir. İkinci mərhələdən keçə bilməyən gənc yol boyu hönkürərək evlərinə yollanır. Bir gün ərzində hazırlaşıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərini təqdim edir və imtahanları uğurla başa vurur. Lakin bu sevinci də doya-doya yaşaya bilmir. Anası onun aktrisa olmasını qəti istəmir. Gənc qız 3 il dərsə ağlayaraq gedir. Hətta dəfələrlə onun fakültəsini dəyişmək istəyirlər. Beləcə Hicran Nəsirova böyük əziyyətlə sənət meydanına atılır. Onun ilk iş yeri tədris teatrı olur. Gənc aktrisa Vaqif İbrahimoğlu'nun quruluş verdiyi bir sıra tamaşalarda oynayır. 1981-ci ildən isə Akademik Milli Dram Teatrında fəaliyyətə başlayır. Aktrisa Azərbaycanın ilk serialı olan İtkin Gəlində dünya obrazını yaradır. Başına dönüm, mən səni çox istəyirəm, dünya. Mən səni istəmirəm, Əbdül. Mən axı səni heç vaxt istəməmişəm. Ah, istəmirsən, xanım. Elə hesab elə ki, bizim aramızda heç nə olmayıb. Bir şirin yuxu görmüşük, sən də, mən də. Ayrılmışıq, başa düşmüşük ki, dünənə kimi gördüklərimiz hamısı şirin, təkrar olunmaz bir yuxu idi. Vəssalam. Həm ailə, həm səhnənin məsuliyyətini daşıyan aktrisa çox çətinliklə olsa da hər iki vəzifəni layiqincə yerinə yetirir. Belə olacaq ki, sizin o balaca tifiliniz analı atalı olsa da özünü çox bədbəxt hiss eləyəcək. Çünki siz onun yanında olsaz da onun nə anası, nə atası olmayacaq. 1995-2000-ci illər onun sənət həyatının ən məhsuldar illəri sayıla bilər. Sevimli aktrisamızın Vicdan Haqqı serialında yaratdığı Minayə obrazı da tamaşaçı tərəfindən rəğbət qazanır. Az qalmışdı, ikimiz də oğulsuz qalaq. Kamil Farizin otağındadır, dincəlir. Nə o çıxıb Larisanı qarşılayasıdır, nə də Larisa onun otağına gedə bilər. Heç sən də getmə. Kamil özü belə istədi. Hər bir rola ruhunu təslim edən aktrisa əsl sənət fədaisidir. O, Şekspirin romantik Juliettasından tutmuş, qəddar qadın Reganayadək müxtəlif səpkili rolların öhdəsindən məharətlə gəlib. Elə ona ən çətin sınaqlardan çıxmağa güc verən, haqsızlıqlara sinə gəlməyə əzm aşılayan yeganə qüvvə tamaşaçı sevgisi və alqışıdır. İki övlad anası olan Hicran Nəsirovanın ən zəif nöqtəsi balalarıdır. Onları xoşbəxt görmək əməkdar artistin ən böyük arzusudur. Kişinin qızını sevgisinə qovuşturmadı mı? Necə ki, dədəsi qızı verməyə razı olmurdu. Dağburda kişini caduyla öldürmədi mi? Sən saxla. Cavablı Kərbalayı Qəmbər qızı Şah Sənəmin ərini. Onu tanımadım. Bir illik səfərdə başqa arvad almasın deyə. Çöpür Şah Sənəmdə. Hər nəysə deyil. Başqa arvad almasın deyə geri gətirmədi mi? Səhnə həyatının cazibəsi, uzaqdan dəbdəbəli görünən aktyorların yaşam tərzi çoxlarında bu sehirkar sənət növünə qarşı maraq və bəzən də həsəd yaradır. Məşhurluğun arxasında gizlənən böyük zəhmət və çətinliklərdən isə çoxu xəbərsizdir. Səhnəyə, efirə çıxan hər bir aktyor dərd-sərini, problemlərini pərdə arxasında gizlədib tamaşaçısına gülümsüyür. Elə ömrünü sevib seçdiyi sənəti yolunda xərcləyən Hicran Nəsirovanın da başı az dərd çəkmir. Hər bir roluna böyük məsuliyyətlə yanaşan aktrisaya heç nə asan başa gəlmir. Dədə Qorqud tamaşasına hazırlıq zamanı dəfələrlə məşq etdiyinə baxmayaraq, sonuncu məşqdə hündürlükdən tullanan aktrisanı tərəf müqabili tutmağa gecikir.
o böyük zərblə yerə çırpılır. Başından möhkəm zədə alan aktrisaya görə tamaşanı təxirə salmaq istəsələr də o razı olmur və təkidlə səhnəyə çıxacağını deyir. Həkimlər bir ay yataq rejimi tövsiyə etməsinə baxmayaraq o tamaşalarını oynayır. Qaçaq Nəbi filminin Həcər rolunun çəkilişinə hazırlıq zamanı isə Hicran xanım kaskadyorun oynamasına etiraz edir. Həcər qəhrəman qadın olduğu üçün bir çox səhnələr at belində olmalıydı. Sınaq çəkilişləri zamanı aktrisa atdan yıxılaraq belini sındırır. İllər keçir. Yaşanan bütün xoşagəlməz hallar onun səhhətində problemlər yaradır. Aktrisa 2000-ci ildə ağır xəstəliyə düçar olur. Ulu öndərimiz Heydər Əliyevin sayəsində ona köməklik göstərilir və o Moskvada əməliyyat olunur. Vicdan haqqı serialının çəkilişləri zamanı da aktrisa xeyli yüklənir. Eyni anda həm də tamaşalarda oynayan Hicran xanım yatağa düşür. Canı qədər sevdiyi sənətindən uzaq düşən sənətkar o anları çətinliklə atladır. Elvan güller adırın, size gül gönderem ya. İllərdir sevə-sevə izlədiyimiz Evləri Köndələn Yar tamaşası düz 37 il bundan öncə ekranlaşdırılıb. Görkəmli yazıcımız Anarın ssenari müəllifi olduğu tamaşa Ramiz Həsənoğlu və Tariyel Vəliyevin rejissorluğu ilə ərsəyə gəlib. Tamaşanın unudulmaz nəğmələrini isə Emin Sabitoğlu bəstələyib. Geniş tamaşaçı kütləsi Hicran Nəsirovanı da məhz həmin səhnə əsərindən çılğın, sevgi dolu, şıltaq qız olan Reyhan obrazını elə məharətlə yaradır ki, tamaşa ona xeyli məşhurluq gətirir. Gözəl aktyorumuz Telman Adgözəlovla tərəf müqabili olan Hicran xanım son dərəcə təbii oyunu ilə rəğbət qazanır. Gərək bizimkilər gəlsinlər sizə, rəsmi, elçiliyə. Sənin hərini alsınlar. Sonra kim bizə nə deyə bilər, hə? Madem ki sizinkiler gelmek istəyir, buyursunlar. Amma mənim atamın belə formal işlərdən xoşu gəlir. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan tamaşanın 2010-cu ildə davamı çəkilir. Evləri Göydələn Yar adlı bədii televiziya filmində Evləri Köndələn Yar tamaşasında cərəyan edən hadisələrin 28 ildən sonra davamı göstərilir. Böyük təəssüf hissi ilə qeyd edək ki, bu film xalq artisti Telman Adgözəlovun son işidir. Gözəl oxudu. Allah saxlasın. O gün olsun. Balamın xeyir işini görüm. Ay ya. Allah sənə var. Sən elə düşün. Cəmil. Hı? O mahnının axırında piyanonun arxasında oturan oğlanı gördün. Şamillə Mərcan oldu. Vay. Milyonlarla insanın sevgisini qazanan aktyor 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edir. Bu böyük itkidən sənət dostu Hicran Nəsirova da olduqca sarsılır. Sevimli tərəf müqabili ilə bağlı qəlbində bir ümman xatirə daşıyan aktrisanın yeganə təsəllisi onunla tarixə düşən unudulmaz rollarıdır.